Fermerin rifahı aqrar sahənin inkişafıdır. Məhz bu sözlərlə bugünkü verilişimizə başlayırıq. Fermerin real dostuna baxırsınız. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bugün çox maraqlı bir mövzumuz var, amma əvvəlcə aqro xəbərləri izləyək. İşğaldan azad edilmiş ərazilərə mövsümü köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair maarifləndirmə təlimlərinə start verilib. Təlimlər Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil olunub. Bu məqsədlə Mina Təmizləmə Agentliyi təlimçilərinin təlim keçdiyi Dövlət Aqrar İnkişaf Mərkəzi əməkdaşları tərəfindən fermerlərə təhlükəsizlik qaydaları və riskli ərazilərdə davranış prinsipləri barədə ətraflı məlumat verilir. Fermerlər öz rayonlarını tərk etmədən bu təlimlərdə iştirak edə bilirlər. Bu yanaşma həm vaxt itkisinin qarşısını alır, həm də təlimlərin daha geniş əhatə dairəsində həyata keçirilməsinə şərait yaradır. Xatırladaq ki, ötən 5 mövsüm ərzində bu təlimlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və ANAMAnın iştirakı ilə müxtəlif şəhər və rayonlarda mərkəzləşdirilmiş qaydada keçirilib. Həmin dövrdə fermerlər üçün geniş miqyaslı maarifləndirici tədbirlər təşkil olunaraq təhlükəsizlik qaydaları ətraflı izah edilib. Kənd təsərrüfatında innovasiyaların tətbiqi və təşviqi, fermerlər və sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə təşkil olunan növbəti Aqrar Biznes Festivalı Laçın rayonunda keçirilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə 20-dən artıq dövlət və özəl müəssisə öz xidmət və məhsulları ilə təmsil olunub. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən fermerlərə təqdim olunan subsidiya, kredit və aqrar sığorta mexanizmləri barədə ətraflı məlumat verilib, özəl sektor nümayəndələri tərəfindən yerli kənd təsərrüfatı məhsulları, toxum və tink materialları, yeni gübrə və pestisidlər, iqlimə davamlı sortlar və digər qabaqcıl məhsullar nümayiş edilib. Festivalda aqrar xidmətlər, təchizat və təminat sahəsində fəaliyyət göstərən qurumlar iştirak edərək öz xidmət və imkanlarını nümayiş etdiriblər. Rayonun aqrar potensialı nəzərə alınaraq festivalda heyvandarlıq sahəsinin inkişafı xüsusi diqqət mərkəzində olub. Bu istiqamətdə Heyvandarlıq və Baytarlıq Elmi Tədqiqat İnstitutları, eləcə də heyvandarlıq və balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələr, həmçinin yem və baytarlıq preparatları istehsalçıları fəal iştirak edib, sahənin inkişafına yönəlik müasir yanaşmalar təqdim olunub. Festivalda işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən yerli şirkətlər də iştirak edib, regionlarda həyata keçirilən aqrar fəaliyyətlər, istehsal imkanları və yeni təşəbbüslər barədə məlumat verilib. Azərbaycanda Dövlət Aqrar Sığorta Mexanizmi çərçivəsində pambıq əkinlərinin sığortalanması mövsümünə start verilib. Pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfatlar Aqrar Sığorta Fonduna müraciət edərək dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə əkinlərini sığorta etdirə bilərlər. Son aylar Azərbaycanda baş verən təbiət hadisələri, güclü yağışlar və sel su basma halları digər sahələrdə olduğu kimi pambıq əkinləri üçün də böyük risk yaradır. Pambıq sahələrinə ən çox dolu, sel su basma, leysan yağışlar və üçüncü şəxslərin hərəkətləri kimi amillər zərər vurur. Bu halların yaratdığı zərərlərin qarşısını almağın ən effektiv yolu pambıq sahələrini vaxtında sığortalamaqdır. Pambıq sahələrinin sığortalanması may ayının sonunadək davam edəcək. Fermerlər 50%lik dövlət dəstəyi sayəsində pambıq sahələrini cüzi ödənişlə sığorta etdirə bilərlər. Belə ki, ölkənin əksər ərazilərində 1000 manatlıq pambıq məhsulunun sığortası cəmi 7-10 manat təşkil edir. Qeyd edək ki, indiyədək zərərlə üzləşmiş minlərlə fermerə aqrar sığorta vasitəsilə 2,2 milyon manatdan artıq ödəniş edilib. Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən, həmçinin 1651 çağrı mərkəzinə müraciət etməklə əldə etmək mümkündür. Maraqlı və çox vacib bir neçə məsələdən danışacağıq. Əvvəla onu qeyd edim ki, bu yaxınlarda, çox yaxın günlərdə Azərbaycanda növbəti dəfə, hətta 19-cu dəfə Azərbaycan
beynəlxalq kənd təsərrüfatı sərgisi, bu həm də Kaspian Agro adlanır və eyni zamanda 31-ci beynəlxalq qida sənayesi sərgisi, Interfood sərgiləri keçiriləcək. Çox mötəbər tədbirlərdir. Kənd Təsərrüfatı Nazirliyi hər zaman olduğu kimi bu tədbirlərdə böyük belə deyək də fəaliyyət istiqamətləri formalaşdırılıb. Bunlar hansılardır? Sizi, fermerləri, zəhmətkeşləri, sahibkarları, ümumiyyətlə bütün Azərbaycan ictimaiyyətini daha çox nələr gözləyir aqrar fəaliyyətlə bağlı bu sərgilərdə? Bax, bu mövzularla bağlı, bu söhbətlərlə bağlı danışmaq üçün qonağımız var, qonaqlarım olacaq. Daha dəqiq desək, birinci qonağımı böyük məmnuniyyətlə sizi təqdim eləmək istəyirəm. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bizimlə bərabərdir. Anar müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmisiniz. Çox sağ olun Ruslan müəllim. Hər dəfə olduğu kimi aqrar sahədə olan bütün yeniliklərlə bağlı siz öz verilişinizə dəvət edirsiniz və bu mövzular ətrafında maraqlı fikir mübadiləsi gedir həmişə. Mən təşəkkür edirəm. Biz sizlə sıx-sıx, tez-tez görüşürük. İstər bölgələrdə tərəfinizdən, rəhbər olduğunuz qurum tərəfindən keçirilən aqrar biznes festivalları, məhsul festivalları il ərzində, bundan əvvəlki illərdə bu haqda biz danışmışıq, amma sizin də elə özünüzə istinad eləmək istəyirəm, sitat gətirmək istəyirəm ki, bu tədbirlərin ən böyüyü, ən mötəbəri söz yox ki, Kaspian Agro tədbiridir, Kaspian Agro sərgisidir və bu il keçirilən bu sərgidə bir çox yeniliklər var. İştirakçıları hansı yeniliklər gözləyir? Eyni zamanda bu Kaspian Agro Week konsepti haqqında istərdim ki, bizə, tamaşaçılara ətraflı məlumat verəsiniz. Buyurun. İlk öncə onu qeyd etmək istəyirəm ki, Kaspian Agro sərgisi regionda təşkil olunan ən böyük sərgidir. O cümlədən ölkədə keçirilən beynəlxalq sərgilərdən ən birincisidir. Yəni, keçirilmə tarixinə görə və ümumiyyətlə Azərbaycanda beynəlxalq sərgi mövsümü məhz Kaspian Agro sərgisindən başlayır. Qeyd etmək istəyirəm ki, Kaspian Agro sərgisi bu artıq siz də qeyd etdiyiniz kimi artıq 19-cu dəfədir ki, təşkil olunur və bu dövlət özəl tərəfdaşlığının bariz nümunəsidir. Çünki burada həm özəl şirkətlər çoxlu olaraq təmsil olunur, o cümlədən də dövlət olaraq da Kənd Təsərrüfatı Nazirliyi olaraq il ərzində müəyyən olunan addımlar, qəbul olunan dövlət proqramları, strategiyalar, konsepsiyalar və dövlət siyasəti, dövlət dəstək mexanizmləri hamısı burada geniş şəkildə müzakirə olunur və geniş ictimaiyyətə təqdim olunur. Qeyd etmək istəyirəm ki, bu ildən başlayaraq artıq Kaspian Agro sərgisi Kaspian Agro Week formatında keçiriləcək. Bunun əvvəlki formatdan fərqli nə olduğunu mən məlumat verəcəm, amma onu qeyd etmək istəyirəm ki, bilirsiniz ki, keçən il təşkil olunan Kaspian Agro sərgisi artıq əvvəlki illərdən fərqli olaraq 3 gün deyil, 4 gün təşkil olunmuşdur. Çox uğurlu formatda təşkil olunmuşdur və artıq Kaspian Agro Week formatına keçiddə məhz həmin 4 gün ərzində təşkil olunan bir nəticəni təhlil edəndən sonra qərar alınmışdı ki, bu format təşkil olunsun. Bu da məhz təkcə sərgi hissəsi ilə ibarət olmayacaq. Burada yəni Kaspian Agro Week formatı həm sərgi olacaq, hansında ki, bizim yerli və xarici şirkətlər öz məhsullarını həm aqrar sahədə, həm qida sektor sahəsində təqdim edəcəklər. O cümlədən bu il Kənd Təsərrüfatı Nazirliyi və digər bazardakı iri oyunçular tərəfindən il ərzində təşkil olunan yerli və beynəlxalq forumlar vahid konsepsiya əsasında Kaspian Agro Week formatına keçiriləcəkdir. O cümlədən də üçüncü komponent artıq bizim Bakı və Bakı ətrafında fəaliyyət göstərən müxtəlif sahələri əhatə edən innovativ təsərrüfatlara səfərlər təşkil olunacaq. Bu həm sakinlər üçün, fermerlər üçün nəzərdə tutulub, o cümlədən də xaricdən gələn qonaqlar, həm dövlət qurumları təmsil olunan qonaqlar, o cümlədən də xarici şirkətlərin nümayəndələri. Kaspian Agro Week əsas 3 komponentdən ibarət olacaq bu il. Bunlardan birincisi ənənəvi olaraq keçirilən sərgi hissəsidir. İkinci komponent forumlardır, hansı ki bu il 6 beynəlxalq forum keçiriləcəkdir. O cümlədən də innovativ təsərrüfatlara, hansılar ki müxtəlif sahələrə əhatə edir, o təsərrüfatlara səfərlər. Bu il ilk dəfə olaraq Afrika Milli Pavilyonu ilə təmsil olunacaqdır. Həmin pavilyonda 11 ölkə artıq öz iştirakını təsdiq edib. Ümumilikdə isə 60-dan çox iş adamı və nümayəndə həmin o pavilyonda təmsil olunacaqdır. Bu il keçirilən Kaspian Agro Week sərgisində bir neçə ölkənin Kənd Təsərrüfatı Nazirinin iştirakı da artıq təsdiqlənmişdir və o həmin ölkələr böyük nümayəndə heyəti ilə bu sərgidə təmsil olunacaqlar. Bu ölkələr arasında həm stendlə təmsil olunan ölkələr var, o cümlədən təşkil olunan
Nazirlər Səviyyəsində təşkil olunan beynəlxalq konfransda da iştirak gözlənilir. Anar müəllim, bu il sərgidə hansı yeni şirkətlər və eyni zamanda qurumlar iştirak edəcək? Bu ildən başlayaraq bizim xüsusən də aqrobiznes festivalları keçirdiyimiz bölgələrdə bizlə sıx əməkdaşlıq edən Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili Dövlət Agentliyi artıq Caspian Agro Week sərgisində də iştirak edəcəklər. Bilirsiniz ki, Peşə Təhsili Dövlət Agentliyi bölgələrdə fəaliyyət göstərən peşə məktəblərində kənd təsərrüfatı təyinatlı istiqamətli ixtisaslar tədris olunur. O cümlədən Dövlət Məşğulluq Agentliyi də bölgələrdə bizim fermerlərimiz üçün özünü məşğulluq dövlət proqramı həyata keçirir və orada bizim kifayət qədər fermerlərimiz bu hər iki qurumun göstərdiyi xidmətlərdən birbaşa olaraq bəhrələnir. Ona görə də həmin bu iki qurum ilk dəfə olaraq bizim kənd təsərrüfatı sərgisində iştirak edirlər. Bilirsiniz ki, keçən ildən başlayaraq aqrobiznes festival çərçivəsində bir sıra bölgələrdə məhsul festivalları da keçirilmişdir və həmin bölgələr bu il Caspian Agro Week sərgisində də iştirak edəcəklər. Bu da bir ilkdir. Misal olaraq mən Naxçıvan Muxtar Respublikasını qeyd edə bilərəm, Masallı regionu qeyd edə bilərəm və digər bölgələr hansındakı məhsul festivalı keçirilmişdir. O cümlədən ilk dəfə olaraq Caspian Agro Week sərgisində bizim sahəvi assosiasiyalar yaxından iştirak edəcəkdir. Misal üçün, nar istehsalçıları və İxracatçılar Assosiasiyası qeyd etmək olar, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası qeyd etmək olar, Xurma İstehsalı Assosiasiyası iştirak edir burada stendlə və qeyd etmək istəyirəm ki, bizim aqroparklar bu sərgidə daha aktiv şəkildə iştirak etməyə başlayacaqlar. O cümlədən burada misal üçün İvanovka aqroparkını qeyd etmək olar və ümumilikdə qeyd etmək istəyirəm ki, burada bu ildən başlayaraq daha çox sahələri əhatə eləyən bazarda real oyunçu olan qurumlar, təsisatlar, assosiasiyalar yaxından iştirak edir. Bir sözlə kifayət qədər yeni şirkətlər və qurumların iştirakı gözlənilir bu ilki Caspian Agro Week-də. Bəli, yəni bu sərgi getdikcə daha çox böyük marağa səbəb olur. Həm xarici şirkətlər ölkələr tərəfindən, o cümlədən də yerli şirkətlərimiz tərəfindən. Yaxşı, Anar müəllim, ümumilikdə bu il Caspian Agro 2026-da, yəni sərgidə iştirak edən yerli və xarici şirkətlərin sayı, deyək ki, sektorlar üzrə bölgü haqqında rəqəmləri və göstəriciləri təqdim edə bilərikmi fermerin real dostuna baxan bizim tamaşaçılara? Onu qeyd etmək istəyirəm ki, bilirsiniz ki, bu sərgi iki sərgidir. Caspian Agro sərgisi, beynəlxalq kənd təsərrüfatı sərgisidir. Bu sadəcə 19-cu sərgidir və bu il Caspian Agro sərgisində 27 ölkədən 296 şirkət iştirak edəcəkdir. O cümlədən Interfood sərgisi, hansı ki 31-ci dəfə təşkil olunur. Burada isə 18 ölkədən 124 şirkət iştirak edəcək. Toplam 35 ölkə və 420 şirkət təmsil olunacaq bu ilki sərgidə. Qeyd etmək istəyirəm ki, keçən il bu rəqəm ölkə olaraq 31 ölkə idi, bu il artıq 35 ölkədir. Ölkə iştirakı sayında artım var. O cümlədən 35 ölkədən başqa da Afrika Milli Pavilyonda da 11 ölkənin iştirakı artıq təsdiqlənmişdir. Bu da ümumilikdə 45 ölkə deməkdir və ilk dəfədir ki, Caspian Agro və Interfood sərgisində 40-dan çox ölkənin iştirakı gözlənilir. Və ümumiyyətlə məlumat vermək istəyirəm ki, bu il bizim sərgidə ilk dəfə iştirak edən ölkələr də var. Bu Şimali Kiprdir, Braziliyadır, Efiopiyadır, hansı ki ilk dəfədir ki, bu sərgilərdə iştirak edirlər. Bu da sevindirici haldır ki, artıq ildən ilə yeni coğrafiyadan olan ölkələr də bu sərgiyə maraq göstərir və geniş tərkibdə iştirak edir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu il təşkil olunan Caspian Agro Week sərgisində həm ölkələrin sayında artım müşahidə olunur, şirkətlərin sayında artım müşahidə olunur, o cümlədən milli pavilyonlarda da artım müşahidə olunmuşdur. Çox gözəl. Bu artımın müşahidə olunmasının səbəbi də nəinki biraz əvvəl siz özünüz də qeyd etdiniz, ölkəmizdə, eyni zamanda ölkə hüdudlarından kənarda da məhz bu sərgilərə böyük marağın yaranmasıdır. Maraqla və diqqətlə izlənilən və bir çox ziyarətçilərin davamlı gəldiyi stendlərdən biri də Kənd Təsərrüfatı Nazirliyinin stendi olur ki, biz bunu həmişə hər il görürük, iştirak edirik və istəyərdim ki, biraz da bax bu haqda danışaq. Anar müəllim, Kənd Təsərrüfatı Nazirliyinin stendində bu il fermerləri daha çox, ələxüsus, eyni zamanda sahibkarları, ümumiyyətlə kənd təsərrüfatına aidiyyəti olan insanları, fərqi yoxdur, təchizatçıları, şirkətləri nə gözləyir, hansı maraqlı məqamlar olacaq? Kənd Təsərrüfatı Nazirliyinin stendi bu il maraqlı konsepsiyada bizim
həm fermerlərə, həm şirkətlərə təqdim olunacaqdır. Qeyd etmək istəyirəm ki, Nazirliyin stendində bilirsiniz ki, biz bölgələrdə aqrar sahədə dövlət dəstək paneli müzakirə təşkil edirik. Nazirliyin stendində də böyük yer ayrılacaq məhz həmin bu panelin keçirilməsinə. Burada həm nazirlik, nazirliyin tabeli qurumları, Aqrar Kredit İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, digər mərkəzi icra hakimiyyəti orqanlarından Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsil Dövlət Agentliyi, Biznesin İnkişaf Fondu, banklar, bank olmayan kredit təşkilatları və digər təsisatlar burada yer alacaqlar ki, hansılar ki, birbaşa olaraq bölgələrdə bizim fermerlərimizdən sıx işləyirlər. Digər Nazirliyin stendində təmsil olunan stend süni zəka layihəsi çərçivəsində görülmüş işlərlə bağlı yer ayrılacaqdır ki, orada il ərzində görülən işlərə dair geniş kütləyə məlumat veriləcəkdir. O cümlədən burada balıqçılıq akvakultura mərkəzinin il ərzində gördüyü nailiyyətlər, gördüyü işlər göstəriləcəkdir. Azad olunmuş ərazilərdə yeni köçən bizim soydaşlarımızla bağlanan müqavilələr haqqında məlumat veriləcək, statistik məlumatlar təqdim olunacaqlar ki, Azərbaycanda kənd təsərrüfatının prioritet istiqamətlərində əldə olunan nəticələr, ondan sonra rəqəmlər, məlumatlar geniş kütləyə təqdim olunacaqdır. O cümlədən bizim startaplarımız, təşkil olunan bootcamplar, aqrar könüllülərin fəaliyyətinə dair məlumatlar yer alacaqdır stenddə. Bir sözlə il ərzində Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif qurumları, eyni zamanda Aqrar İnnovasiya Mərkəzi və digər belə deyək də tərəfdaşlarınızla bərabər ərsəyə gətirdiyiniz böyük layihələrin bir növ həm də hesabatı, həm də ilin əsas tədbirində nümayiş olunması sərgisidir. Kaspian Agro-Week sərgisi. Hansı tarixlərdə olacaq? Gəlin bir çağırış eləyək bərabər. Kimlər gələ bilər, necə gələ bilər? İstəyərdim ki, qısa olaraq Anar müəllim sizdən eşidək. Bu il kənd təsərrüfatı sərgisi, Kaspian Agro-Week sərgisi 5-8 may tarixlərində keçiriləcəkdir. Sərgidə iştirak etmək üçün sadəcə həmin ekspo mərkəzə yaxınlaşmaq lazımdır. Sürətli qeydiyyatdan keçərək həmin sərgidə iştirak etmək mümkündür. Fürsətdən istifadə edərək mən bütün fermerlərimizi, şirkətlərimizi, xarici şirkətləri bu sərgidə aktiv iştirak etməyə dəvət edirəm. Mən sizə minnətdaram, mən də orada olacağam, sizlə görüşəcəyik mütləq və mən də fürsətdən istifadə edib bütün tamaşaçıları, fərqi yoxdur, Azərbaycanda yaşayan, Azərbaycanda qonaq olan hər kəsi böyük sərgiyə, böyük və mötəbər bu sərgiyə, Kaspian Agro-Week sərgisinə, xüsusən kənd təsərrüfatı, bizim verilişimiz fermerin real dostu olduğuna görə kənd təsərrüfatı stendlərinə və bu istiqamətdə olan şirkətlərin sərgilərinə yaxınlaşmağa dəvət edirik 5-8 may tarixlərində. Sizə minnətdaram, bütün komandanıza uğurlar arzulayıram Anar müəllim. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun. Bəli, biz Kaspian Agro-Week sərgisinlə bağlı danışırıq. Yeni qoşulmusunuzsa, gözünüz də, qulağınız da bizdə olsun. Fermerin real dostunda çox qısa bir fasilə və bu mövzunun davamı olaraq növbəti qonağım bir neçə saniyədən sonra burada olacaq. Kaspian Agro-Week və Interfood Azərbaycan sizi böyük biznes platformasına dəvət edir. 5-8 may tarixlərində Bakı Expo mərkəzində keçiriləcək sərgilər 4 gün ərzində 30 ölkədən 300-dən çox şirkəti bir araya gətirəcək. Burada sizi ən son texnologiyalar və məhsullar, geniş işgüzar proqram, yeni əməkdaşlıq imkanları gözləyir. Sərgiləri ziyarət etmək üçün kaspianagro-week.az və interfood.az saytlarında qeydiyyatdan keçmək zəruridir. Biz davam edirik, siz yenidən fermerin real dostuna baxırsınız və biz ilin ən böyük kənd təsərrüfatı və qida sənayesi, bax bu sərgilərlə bağlı danışırıq. Biraz əvvəl də qonağımla bu mövzunun bəzi məqamlarına toxunduq. Eyni zamanda davamını növbəti qonağımızla etdirəcəyik. Mən qeyd edeyim ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin şöbə müdürü və Kənd Təsərrüfatı Nazirliyinin Kaspian Agro sərgisi üzrə koordinatoru Sevda Hacıyeva bizimlə bərabərdir. Sevda xanım, mən sizi salamlayıram, fermerlərin görüşünə xoş gəlmişsiniz. Hər vaxtınız xeyir Ruslan müəllim, xoş gördük, təşəkkür edirəm. Sevda xanım, bu sərgilərdə sizin özünüzün də həmişə aktiv fəal iştirakınız var, olub və bu ildə işiniz çoxdur, mən bilirəm. Əvvəlcədən sizə vaxt tapıb gəldiyinizə görə təşəkkür edirəm. Gəlin ondan başlayaq ki, hər il olduğu kimi, yəqin ki, bu ildə planda sərgi çərçivəsində müxtəlif həm forumların, həm də panel müzakirələrin keçirilməsi nəzərdə tutulub. Bax, bu il forumlarda hansı yeniliklər olacaq? Adını çəkdiyim
tədbirlər istiqamətində? Təşəkkür edirəm Ruslan müəllim. 5-8 may tarixlərində Bakı Ekspo mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı, Kaspian Agro və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Interfood sərgiləri çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən aktual mövzular üzrə bir sıra forumlar keçiriləcək. Bu forumlar aqrar sektorun müxtəlif sahələrini əhatə etməklə yanaşı, həm də innovasiyaların tətbiqinə və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edir. İlk dəfə olaraq bu il Kənd Təsərrüfatı Nazirliyi və Nazirliyin tabeili qurumlarının həyata keçirdiyi forum tədbirlər vahid konsepsiya əsasında Kaspian Agrovik sərgisi çərçivəsində təşkil ediləcəkdir. Və bu il keçirilən forumların xüsusi özəlliyi də ondan ibarətdir ki, forumlar nəinki sərgi ərazisində, Bakı Ekspo mərkəzində, eyni zamanda bu il paralel olaraq sərgi ərazisi ilə yanaşı ölkəmizin bir sıra təhsil ocaqlarında və eləcə də otellərdə həyata keçiriləcəkdir. Çox maraqlıdır. Deməli, artıq tədbirlər miqyasını, belə deyək də, aşıb və bu əslində çox yaxşı əlamətdir. Bəs forumun ilk günündə, yəni sərgi iştirakçılarını hansı mövzular və nə kimi müzakirələr gözləyir, maraqlıdır? Ümumiyyətlə, Kaspian Agro Week sərgisi çərçivəsində bir konfrans və 5 forumun keçirilməsi planlaşdırılır. 6 may tarixində ilk olaraq Kaspian Agro sərgisi çərçivəsində 5-ci agrobiznesin inkişafı forumu keçiriləcəkdir. Bu forum Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Asiya İnkişaf Bankı və FAO təşkilatının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Forumun əsas mövzusu isə milli aqro ərzaq gündəliyinə həsr edilmişdir. Forum çərçivəsində rəqabət qabiliyyətliyin artırılması, ixracın genişləndirilməsi və iqlim dəyişikliyi fonunda dayanıqlığın gücləndirilməsi məsələlərinə həsr edilmişdir. Qeyd edeyim ki, forum kənd təsərrüfatı sərgisi çərçivəsində keçirilməsinə baxmayaraq sərgi ərazisində deyil, ölkəmizin otellərindən birində keçiriləcəkdir. Və əlavə olaraq məlumat verim ki, bu forumdan əlavə olaraq bizim nazirlər səviyyəsində beynəlxalq bir konfransımız keçiriləcəkdir. Az öncə Anar müəllim qeyd etdiyi kimi artıq bu il sərgi çərçivəsində bir sıra ölkələrin nazirləri təsdiqlənib Azərbaycana gələcək və onların iştirakı ilə beynəlxalq konfrans təşkil ediləcəkdir. Aqrar sahədə yeni prioritetlərin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edəcəkdir. Bəs ayın 7-sində nə baş verəcək? Maraqlıdır. Bax, indi əminəm ki, o sərgiyə gəlməyə hazırlaşan insanlar da var. 7 may tarixində keçiriləcək panellərdə və müzakirələrdə hansı istiqamətlər müəyyən olunub? 7 may tarixində Bakı Ekspo mərkəzində 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. Bu forum artıq 3-cü ildir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Forum çərçivəsində 3 panel sessiyanın, əsas panel sessiyasının keçirilməsi planlaşdırılır ki, bunlardan birincisi ilki aqrar sahədə rəqəmsallaşma və süni zəka mövzusuna həsr edilib. Bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahədə süni zəka layihəsi həyata keçirilir. Bu layihə ilə bağlı həyata keçirilən işlər, layihənin nəticələrinə bağlı görülən nəticələr və eləcə də digər dövlət qurumlarının bu sahədə həyata keçirdiyi fəaliyyətlərlə bağlı panel diskussiyalar həyata keçiriləcəkdir. Kənd Təsərrüfatı Nazirliyi və digər müvafiq icra hakimiyyəti orqanlarının, dövlət qurumlarının iştirakı ilə bu diskussiya təşkil ediləcəkdir. Eyni anda forum çərçivəsində Afrika-Azərbaycan əməkdaşlığı imkanları mövzusunda müzakirə keçiriləcəkdir və bu panel sessiyada Anar müəllim az öncə qeyd etdiyi kimi Afrikadan 11 ölkədən 60-dan çox nümayəndənin iştirakı nəzərdə tutulur. Həmin nümayəndə heyətinin iştirakı ilə Afrika-Azərbaycan əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılacaqdır. Xüsusilə kənd təsərrüfatı, qida sənayesi və logistika mövzularında diskussiyalar həyata keçiriləcəkdir. Və forumun 3-cü tədbiri isə dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi mövzusuna həsr edilib. Bildiyiniz kimi, eyni adda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bir layihəsi vardır ki, artıq 2 ildir regionlarda təşkil olunur bootcamp tədbirləri. Belə ki, bu bootcamp... Bu tələbələrin universitetlərlə, ali təhsil ocaqlarla layihədir. Mən özüm də
bir neçə dəfə iştirak eləmişəm. İstədim bu məqamda bir fikrimi bildirim. Çox mükəmməl layihədir. Buyurun. Bəli, bootcamp tədbirləri çərçivəsində ali təhsil müəssisələrinin xüsusilə süni intellektin tədris olunduğu ixtisaslarda təhsil alan tələbələr iştirak eləyir, akselerasiya, inkubasiya mərkəzləri iştirak eləyir və bootcamp tədbirləri çərçivəsində artıq 2 il ərzində 6 bölgədə bu tədbirlər keçirilib ki, cari dövrədək 20-yə yaxın ali təhsil müəssisəsindən 90 tələbə və hazır məhsul olan startapçılar iştirak eləyirlər. Hətta işğaldan azad olunan ərazilərə də səfərlərini təşkil etmişdiniz. Doğrudur. Eyni zamanda Kaspian Agrovik həftəsi çərçivəsində 7 may tarixində bizim digər tədbirimiz Bakı Ekspo mərkəzindən kənarda Bakı Dövlət Universitetində keçiriləcəkdir. Forumun adı... Bu da ilk dəfədir, səhv eləmirəmsə. Bəli, ilk dəfədir. Risklərə qarşı aqrar sığortanın gücü forumudur. Bu forum Bakı Dövlət Universiteti ilə Aqrar Sığorta Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək. Bildiyiniz kimi kənd təsərrüfatı, iqlim dəyişikliyi, quraqlıq, sel, daşqın və digər təbii fəlakətlərə ən çox məruz qalan sahələrdən biridir və bunun üçün də fermerlərin bu sahədə qorunması, onların fəaliyyətlərinin davamlı olması üçün aqrar sığortanın əhəmiyyəti böyükdür. Aqrar sığorta mexanizmləri və fermerlərin bu mexanizmlərdən hansı şəkildə istifadə edilməsi üçün forumun əhəmiyyəti böyükdür və əlavə olaraq məlumat verim ki, Bakı Dövlət Universitetinin Biologiya Fakültəsində 2025-2026-cı ilin tədris planına artıq aqrar sığorta fəni salınıb və tədris olunur. Elə bu baxımdan da elm, təhsili, praktiki baxımdan da tədbirin Bakı Dövlət Universitetinin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində türk dilli dövlətlərin aqrar sığorta modeli və risklərə qarşı monitorinqi mövzusunda panel diskussiyalar həyata keçiriləcəkdir. Çox gözəl, Sevda xanım. May ayının 8-də nə baş verəcək? Bu sərginin sonuncu günüdür, amma son gündə yəqin ki, həm forumlar, həm də panel müzakirələr baxımından zəngin olacaq. İstəyərdim ki, sizdən eşidək. 8 may tarixində sərginin ən mühüm tədbirlərindən biri dövlət özəl tərəfdaşlıq çərçivəsində aqronomların 2-ci beynəlxalq forumu keçiriləcəkdir. Bu forum qeyd olunduğu kimi artıq 2-ci dəfədir təşkil olunur. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilir və forum Bakı Ekspo mərkəzində təşkil ediləcəkdir. Xüsusilə qeyd etmək istərdim ki, forum dövlət özəl tərəfdaşlığına həsr olunub, hansı ki, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Aqrar Universiteti, Elmi Tədqiqat İnstitutları, həmçinin Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə və eləcə də bir sıra özəl şirkətlərin, aqrar sahədə fəaliyyət göstərən iri şirkətlərin mütəxəssisləri, aqronomları, baytarları, zootexnikləri və eləcə də mexanizatorlarının iştirakı ilə təcrübə və bilik mübadiləsi əsasında həyata keçiriləcəkdir. Forum çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən diskussiyalar olacaqdır. Belə ki, heyvandarlıq, baytarlıq və quşçuluq istiqamətində bir panel diskussiyanın keçirilməsi planlaşdırılır ki, burada heyvanların qorunması, məhsuldarlığın artırılması və eləcə də dünyada mövcud olan trendlər, müasir yanaşmalar burada müzakirə olunacaqdır. Həmçinin əkinçilik və bitkiçilik istiqamətində, gülçilik istiqamətində də panel müzakirənin keçirilməsi planlaşdırılır. Burada yeni əkin texnologiyaları və məhsuldarlığın artırılması istiqamətində iştirak edən mütəxəssislər öz fikirlərini bölüşəcəklər. Bununla yanaşı panel forum çərçivəsində kənd təsərrüfatı texnologiyaları, aqreqatları, resurs qoruyucu səmərəli texnologiyalar barədə məlumat veriləcəkdir, panel keçiriləcəkdir və qeyd etmək istərdim ki, məlumdur ki, kənd təsərrüfatında səmərəli resurs qoruyucu texnologiyalar kənd təsərrüfatının dayanıqlı inkişafını təşkil edir. Panel müzakirələrdə yerli istehsalçı şirkətlər, beləcə də Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən, Nazirlik tərəfindən hansı dəstək mexanizmləri həyata keçirilir, bu barədə məlumatlar veriləcəkdir. Və 8 may tarixində növbəti tədbirimiz isə ADA Universitetində keçiriləcəkdir. Bu, Aqrar Tədqiqatlar Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Məlumdur ki, ADA Universitetində aqrar sahədə kadr hazırlığının təşviqi ilə bağlı Kənd Təsərrüfatı və Qida Texnologiyaları fakültəsi artıq həyata keçirilir və bu fakültənin tədqiqatçıları, mütəxəssisləri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Aqrar Universiteti, Elmi Tədqiqat İnstitutlarının və Aqrar Tədqiqatlar Mərkəzinin tədqiqatçılarının, mütəxəssislərinin birgə iştirakı ilə forum təşkil ediləcək. Forum çərçivəsində elmi nailiyyətlər və elmi nəticələr müzakirə ediləcəkdir. Ən vacib suallardan biri Sevda xanım. Bax, bu dəqiqə fermerin real dostuna baxan fermerlərimiz var. Bölgələrdə deyirlər ki,
Biz bu sərgiyə necə gələ bilərik və burada iştirak etmək üçün onlara hansısa bir formada Nazirlik tərəfindən dəstək olacaqmı? Bəli, Ruslan müəllim, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri və Kaspian Event Orqanizasiya şirkətinin təşkilatçılığı ilə regionlardan fermerlərimiz üçün logistik dəstək göstəriləcəkdir ki, onlar hər biri tədbirdə gəlib iştirak edə bilərlər. Yəni yəqin ki, bununla bağlı ötən əvvəlki illərdəki o təcrübə olacaq, müəyyən avtobuslar müəyyən olunacaq. O siyahını da yəqin ki, daimlər də Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları təyin edəcəklər. Mən şəxsən çox istəyirəm ki, həm də bilirəm ki, tamaşaçılar arasında da çoxları var ki, bu sərgidə ilin ən vacib sərgisində iştirak eləməyə istəyənlər var. Gəlin bir sonda bərabər bir çağırış eləyək, hamını dəvət eləyək, tarixləri bir daha xatırladaq, yada salaq. Hansı tarixlərdə keçiriləcək, harada keçiriləcək bu sərgilər sizə eşidək. Hörmətli tamaşaçılarımızı 5-8 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisinə dəvət edirik və sərgi çərçivəsində keçirilən forumlarda da aktiv iştirak etməyə dəvət edirik. Sevda xanım, mən sizə təşəkkür edirəm. Çox sağ olun. Sizə bol enerji və bol uğurlar arzulayıram. Bu tədbirlər çox məsuliyyətlidir. Əminəm ki, mükəmməl, yüksək səviyyədə tədbirlər və sərgilər həyata keçiriləcək. Bir daha təşəkkür edirəm ki, gəldiniz. Təşəkkür edirəm. Sağ olun. Əziz fermerlər, dəyərli zəhmətkeşlər, mən də yekunda bir daha hər birinizi adı çəkilən sərgilərə gəlməyə çağırıram. 5-8 may Bakı Ekspo Mərkəzi böyük sərgilərdə gəlin, yaxından iştirak edin. Orada maraqlı bir-birindən stendlər olacaq. İstər özəl, istər dövlət qurumları, xaricdən də gələnlər çoxdur. Bir sözlə faydalanın, yararlanın, istifadə edin, baxın. Həm də elə fermerin real dostuna baxmağı unutmayın. Yeri gəlmişkən həmin sərgilərdən bizim özəl, xüsusi həm buraxılışlarımız, canlı yayımlarımız və reportajlarımız nəzərdə tutulub. Mütləq görüşəcəyik. Gələn həftədə bizə baxmağı unutmursunuz Real TV-də. Fermerin real dostu bugünlük sizinlə sağollaşır. Hələlik.